hər vaxtınız xeyir. Bir daha hər birinizi xoş gördük. Bugün sizlərlə dil qaydalarından feil haqqında keçəcəyik. Gəlin baxaq. 3A tapşırığında cümlələr oxuyun. Hərəkət bildirənlər üçün sözləri seçin. Həmin sözlərə sual verin. Gəlin baxaq. Al dədə möcüzə yaradır. Biz baxın, artıq birinci sinifdən hərəkət bildirən sözləri keçmişik. Hərəkət bildirən sözlər əşyanın hərəkətini bildirir. Nə edir, nə edəcək, nə etdi suallarından birinə cavab verir. Əsasən də cümlənin sonluğunda olur. Gəlin baxaq. Al dədə möcüzə yaradır. Nə edir? Möcüzə yaradır. Bax, biz bunun qarşısına sualını da yazırıq. Nə edir? Xəbər Bağdad xəlifəsinə çatdı. Nə etdi? Çatdı. Fikir verin, zamanlarına da fikir verin. Baxın, ır şəkilçisi var. İndiki zaman. Çatdı. Keçmiş zaman. Ona görə də zamanına uyğun olaraq da şəkilçilər də dəyişir. Ərəblər təəccübləndilər. Nə etdilər? Təəccübləndilər. Bu çubuqların hərəsini bir tərəfə atacağam. Nə edəcəyim? Gələcək zaman. Gəlin baxaq. Hərəkət bildirən sözlər feil adlanır. Biz bilirik ki, 11 nitq hissəmiz var. Onun 6 dənəsi əsası idi. Hansılar idi? Baxın, biz keçmişik isim. İbtidai sinifdə, yəni birinci sinifdə siz buna ad bildirən sözlər deyirdiniz. İkinci sifət, əlamət bildirən sözlər deyirdiniz. Say keçmişdiniz. Hərəkət keçmişdiniz. Onun adı feildir. Təzəlicə əvəzlik keçdik. Sonra isə zərf keçəcək. 6 dənə əsas nitq hissəmiz var. Bugün biz feillə yenidən tanış olmuş olacağıq. Gəlin baxaq. Feil əşyanın nəyini bildirir? Hərəkətini bildirir. Nə etdi, nə edir, nə edəcək suallarından birinə cavab verir. Cümlədə feillər müxtəlif şəkilçilər qəbul edə bilir. Zamanına uyğun olaraq dəyişir. Təbii ki, şəkilçiləri. Keçmiş zamanda dı, di, du, dü. İndiki zamanda ır, ir, ur, ür. Gələcək zamanda acaq, əcək, yacaq, yəcək olacaq. Keçmiş zamanın başqa şəkilçiləri də var. Iv, ib, ub, üb, mış, mış, miş, muş, müş. Gələcək zamanda da qeyd-qəti gələcək zamanın ar, ər. Bunları gələcəkdə daha ətraflı keçəcəyik. Amma bilin ki, yəni bunlar zaman şəkilçiləri. Baxın, sözün kökü oxu, acaq, gələcək zaman. Oxuyacaq. Lalə kitab oxudu. Oxu sözün köküdür. Oxu feili. Nə idi oxu? Dı, di, du keçmiş zamandır. Oxu sözün köküdür. Ir indiki zamandır. Lar da qrammatikdir. Feillər nə etmək, nə etdi, nə edir, nə edəcək. Bu məstər formasıdır. Məstər formasıdır. Maqmək şəkilçisini görəndə bilin ki, məstər formasında olur. Gəlin baxaq. Verilmiş feillər kök və şəkilçiyə ayırın. Danışır. Sözün kökü danış. Irda zaman şəkilçisi. Siz bunu dəftərinizdə yazanda belə yazırsınız. Danış. Ir. O bizim əgər müəlliməmiz belə şəkildə, şəkilçi şəklində belə ayırmağınızı istəyirsə, belə yazarsınız. Oyna sözün kökü dı şəkilçi. Gül sözün kökü əcək şəkilçi. Soruş sözün kökü dı keçmiş zaman şəkilçisi. Get sözün kökü di keçmiş zaman şəkilçisi. Sev sözün kökü ir şəkilçi. Yaz sözün kökü acaq şəkilçi. Aç sözün kökü ır şəkilçimiz.
Qoru. Ar. Y orada bitişdiricidir. Sözün kökü nədir? Qorudur. Yar. Ar şəkilçisidir, amma y bitişdiricidir. Böyüdü. Susacaq. Saxlayar. Gördü. Yoxlayır. Keçdi. Susacaq. Saxlayar. Gördü. Yoxlayır. Keçdi. Siz dəftərinizdə bunu səliqə ilə belə qeyd edəcəksiniz. Keçək növbətisinə. Mən buranı sileyim bir dənə səliqə ilə. Keçək növbəti tapşırığımıza. Nə deyir? Cümlələrdəki fikirdən asılı olaraq bunları təsdiq və ya inkarda tamamlayın. Baxırıq, Əsəd həmişə düzgün neyinir? Danışır. Vətən öz igidlərini unutmaz. Cümləmizin sonuna nöqtəmizi qoyaq. Bu maraqlı işi bütün uşaqlar neynədi? Bəyəndi. Ləman bilsə də heç nə deməyəcək. Biz buradan təyin edə bilirik həmişə. Bütün, heç nə. Bunlar bizə sözləri tapmağımıza neyinir? Kömək etmiş olur. Baxırıq. O utandığından başını aşağı saldı. Bu cür şəkildə qeyd edirsiniz. Keçək. Baxın, burada diqqət sözünə fikir verin. Lüğətdə feillər mag-məq şəkilçisi ilə verilir oxuma. Yəni feillərin lüğəti var. Lüğətlər, ümumiyyətlə lüğətdə sözün leksik mənaları göstərilir, düzdür. Onları açanda, yəni feilləri bax bu cür şəkildə görəcəksiniz. Zaman şəklində yox, məsələ şəklində yazılır. Aydın 3-cü sinifdə oxuyur. Sinif otağımız 2-ci mərtəbədə yerləşir. Bağçadakı güllərin ətri hər tərəfə yayıldı. Yayılmışdı və müxtəlif formada yaza bilərsiniz. Göyərçin yuvasına qondu. Keçək indi iş dəftərimizə. Deməli, burada kök və şəkilçi ayırırıq. Saxla. D şəkilçi. Barış. Ir şəkilçi. Gətir. Əcək. Darıq. Deməli, acgözün qarnı doyar. Qarın doyar, amma göz doymaz. Atalar sözləridir. Ağlı düşməndən qorxma. Ağılsız dostdan qorx. Qılınc yarası sağlar. Söz yarası sağalmaz. Baxırıq, deyək ki, feilləri lüğətdən tapmaq üçün hansı sözü axtarmalısan? Bax, uzaqda qarlı dağlar göründü. Görürsünüz, burada hərəkət bildirən göründü sözü lüğətdə necə olur? Məstər forması. Bizə məstər formasını dedik ki, mag-məq şəkilçisinə neynir? Olur. Nuray çoxlu şeir əzbərləyir. Əzbərləmək. Köçdülər. Baxın, buradakı 3-cü sual çox şax çaşır. Sözün kökü köç feilidir. Mək artırsam, köçmək olacaq, belə olacaq. Feillərin deməli kökünə şəkilçi artırmaqla cümlələrdə işlədib yazın. Gəzmək. Biz
parkda gəzdik. Aynur həyətdə çox oynasa da lakin burada yerləşməcə buraya yazın. Yorulmadı. Əkmək. Bağda ağac əkdi, əkir. Şumlamaq. Babam torpağı şumladı.